Salam. Deməli, yeni 8-ci sinif dərsliyimizdə səhifə 87-də tənəffüs bölməsinə aid öyrənişlərimizi tətbiq edin mövzusunda deməli bizdə belə bir qrafik təsvir olunubdur və sualları cavablandırmamızı istəyir. Deyir, qrafikə əsasən məktəbdə verilən müddətdə nə qədər tənəffüs hərəkəti etmişdir. Biz bilirik ki, ağciyərlərin həyat tutumu spiroqramla ölçülür və bu spiroqramda gördüyünüz kimi 1, 2, 3, 4, 5, 6, 7 tənəffüs hərəkəti görürsünüz. İkinci sual. Bu zaman ağciyərlərin tənəffüs potensialı nə qədərdir? Bunun üçün bizim ağciyərin tənəffüs potensialı anlayışı nədir onu bilməliyik. Yeni dərsliyə əsasən artıq biz bilirik ki, tənəffüs havası, ağciyərlərin tənəffüs havası, yəni 500 kub santimetrdir. Dərin, bu normal, sakit nəfəs alıb, nəfəs vermədə 500 kub santimetr biz tənəffüs havası uduruq və yaxud da dəyişən havada deyirik buna. Əlavə hava, ən dərin nəfəs almada udduğumuz hava əlavə hava adlanır və bu 3000 kub santimetr təşkil edir. Ən dərin nəfəs vermədə isə buraxdığımız hava ehtiyat hava adlanır və bu 1000 kub santimetr təşkil edir. Və ən dərin nəfəs vermədən sonra isə, belə ağciyərləri tərk etməyən hava qalıq hava adlanır və bu da 1200 kub santimetrdir. Yadımıza saxlayaq ki, ağciyərin tənəffüs potensialı deyəndə əlavə hava, üstə gərək tənəffüs havası nəzərdə tutulur. Əlavə hava, üstə gərək tənəffüs havası bizə verir ağciyərlərin tənəffüs potensialını. Deməli, normalda ağciyərlərimizin tənəffüs potensialı əlavə hava biz dedik nə qədərdir? 3000 kub santimetr, tənəffüs havası isə 500 kub santimetrdir. Deməli, normalda, yəni orta rəqəm 3500 kub santimetr olmalıdır. Amma gəlin spiroqrama baxaq. Spiroqramda biz ağciyərin tənəffüs potensialını tapmaq üçün biz bir tənəffüs havasını, bir də əlavə havanı buradan götürməliyik. Gəlin baxaq. Birinci. Burada görək, baxın, riyaziyyat damaları ilə verilmişdir. Kvadratlar təsvir olunmuşdur. 2 kvadrat 1, 2 kvadrat da 1. Yəni 1 addım 2 kvadratı əhatə edir. Deməli, buradan bura 1000, buradan bura 1000 arta gedə bilir. Yəni 1000-in yarısı təbii ki 500-dür. İndi baxaq. Buradan bura gördüyümüz kimi sakit nəfəs almadır. Məktəbinin sakit tənəffüsüdür. Yəni normal dəyişən havasının miqdarıdır. Dəyişən hava görək nə qədərdir? Əgər bu deməli bir dama fikir verək, bir dama iki damanın ortasındadır. 500 kub santimetr əhatə edirsə, baxaq, buradan bura qədər olan məsafəyə bizə tənəffüs havasını verən məsafədir. Baxın, hər birində buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafə, hansı ki, bu da bizə dedik ki, 1 kvadratı əhatə edir ki, bu da yəni bunun yarısı, 500 milli deməkdir. Aydındır, yəni buradan bura əgər 1000-dirsə, tən ortası, bunun yarısı olacaq 500. Buradan bura 1000-dirsə, tən ortası yarısı 500. Deməli, dəyişən havanın miqdarı qrafikdən götürürük ki, 500 kub santimetrə bərabərdir. Onda yazaq, deməli, tənəffüs havamızın miqdarı qrafikdən 500 kub santimetr oldu. 500 kub santimetr oldu. İndi bizə nə lazımdır? İndi bizə tənəffüs havası lazımdır. Tənəffüs havası biz nəyə dedik? Daha doğrusu tənəffüs havasını tapdıq. İndi isə əlavə havanı tapaq. Biz əlavə hava nəyə dedik? Ən dərin nəfəs almada ağciyərlərimizə daxil olan hava miqdarı bizə tənəffüs havasını verir. Burada gördüyümüz kimi şagird dərindən nəfəs almışdır. Baxaq, dərindən nəfəs almalar bu hissədə baş veribdir. Dərindən nəfəs alma, baxın, burada. Fikir verin, bax, burada bitir.
Bax, burada sakit nəfəs alma bitir. Bax, bu nöqtədə. Bu nöqtədən, baxın bu nöqtədən yuxarı ta bu nöqtəyə kimi dərindən nəfəs almadır. Görürsünüzmü? Yenə deyirəm, bax bu nöqtədə biz bitirdik, bax bu xəttdə biz bitirdik sakit nəfəs almanı və buradan qalxırıq, bax bu nöqtəyə qaldırırıq dərindən nəfəs almanı. Dərindən nəfəs alma, yəni əlavə havanı. Görək nə qədər gedəcək burada. 1,500 millini əhatə etdiyi üçün 500, 1000, 1500, 2000. 2000. Deməli, bizim əlavə havamız, yəni dərindən nəfəs alarkən udduğumuz hava əlavə havadır və bu elədir 2000 kub santimetr. Yenə deyirəm, hər damamız 500 kub santimetrini əhatə edir. 500, 1000, 1500, 2000. Yəni, əsas burada bilmək lazım ki, əlavə hava hardan hara qədər olan məsafədir. Deməli, bizim əlavə havamız da oldu 2000 kub santimetr. Deməli, bizim tənəffüs potensialımız da nəyə bərabərdir? Əlavə hava üstə gəlsin tənəffüs havası. Bu da verdi bizə nə qədər? 2500 kub santimetr. Yəni, bizim spiroqrama görə ağciyərlərin tənəffüs potensialı 2500 kub santimetrdir. Əlavə olaraq biz burada ağciyərlərin deyir ki, əsası məktəbinin ağciyərin həyat tutumunu hesablayın. Ağciyərlərin həyat tutumu nədir müəllimlər? Ağciyərin həyat tutumu bərabərdir. Tənəffüs havası üstə gəlsin əlavə hava, üstə gəlsin ehtiyat hava. Yəni, bu üçü birlikdə ağciyərlərin həyat tutumu adlanır. Buradan bura qədər tapdıq. Yəni, ağciyərin tənəffüs potensialı, tənəffüs havası plus əlavə hava, bu hissəni tapdıq. Bizdə qaldı ehtiyat hava. Ehtiyat hava nə idi dedik? Ən dərin nəfəs vermədən aldığım, yəni dərin nəfəs vermədə buraxdığımız hava miqdarı nə adlanır? Ehtiyat hava adlanır. Gəlin indi bura baxaq. Ehtiyat hava isə hardan götürəcək dərindən nəfəs vermədə? Fikir verin, sakit nəfəs vermə burada bitibdir. Aparıram, sakit nəfəs vermə burada bitibdir. Düzdürmü? Və bax, buradan dərindən nəfəs vermədir. Fikir verin, bax bu nöqtədən, bax bu xəttdən, bax bura qədər olan hissə. Deməli, burada bir dənə bütöv dama gedib, yəni 500 kub santimetr. Bir də bir damanın, belə deyək, hamısı bütöv tam bitməyibdir. Hardasa 400 kub santimetr götürə bilərik buranı. Deməli, 500, bu da 400. 900. Baxın, buradan, bax buranın bitəcək yerindən, bax bu, buranın bitəcək yerinə qədər sizə verir, ehtiyat havanı verir. Ehtiyat havanı verir və bu hissə, deməli, buradan bura 500, buradan da bura 400. Hardasa, deməli, ehtiyat hava bizə verəcək 900 kub santimetr götürə bilərik. Yəni, təxminən götürmək olar. Deməli, 900 kub santimetrdə biz buranı götürsək, onda ağciyərin həyat tutumu 2500 ağciyərin tənəffüs potensialının üzərinə 900 gəlsək, 3400 kub santimetr ağciyərin həyat tutumunu tapmış olacağıq.